Değerli izleyicilerimiz, işgüzar səhər qaldığı yerdən devam edir. Polşa Almaniyadan sonra Rusiyadan da təzminat tələb edir. Varşava Sovet hakimiyyəti dövründə bolşeviklərin törətdiyi qırğınlara görə iddia hazırlayır. Sənəddə qətliamdan tutmuş kütləvi deportasiyalara qədər xeyli məsələ yer alır ki, elə buna dair sujetimiz var. Polşa və Rusiyanın münasibətləri dalana dirənib. Varşava Sovet hakimiyyəti dövründə Rusiyadan gördüyü ziyandan bağlı təzminat iddiası hazırlayır. Xarici nəşrlər bu iddianı uzun müddətli layihə kimi təqdim edir. Sənədin detalları hələ də məlum olmasa da, bəzi ehtimallar üzə çıxıb. Sovet dövründə bolşeviklər Azərbaycanda olduğu kimi, Polşada da bir neçə dəfə qırğınlar törədiblər. Bunlardan ən dəhşətlisi Katın qətliamı hesab olunur. Polyak hərbi və intellektual elitasını hədəfə alan bu hadisədə 22 min professor, hakim, polis və dövlət məmuru güllələnib. Bu insidentləri gizli polis Xalq Daxili İşlər Komissarlığı həyata keçirib. Qətillərin əsas hissəsi Katın meşəsi, Kalinin və Xarkov həbsxanalarında baş tutub. Savaş tazminatı davası açmaya hazırlanan Polonya'nın bu hazırlıklarının reel olmayan tarafları olduğu unutulmamalıdır. Polonya bu davayla esasında siyasi ve psikolojik olarak Rusya'ya karşı bir üstünlük elde etmeye çalıştığı olarak değerlendirilmelidir. Çünkü şu anda Ukrayna-Rusya savaşı ile meşgul olan Rusya'ya karşı Polonya'nın bir siyasi baskı aracı oluşturmaya çalıştığı olarak değerlendiren taraflar olduğu da unutulmamalıdır. 1939-cu ildə Sovet İttifaqı ilə nasist Almaniyası arasında Molotov-Ribbentrop paktı imzalandı. Bununla da Polşa iki yerə parçalandı. Sovetlər Polşanın şərqini işğal edəndə minlərlə zabiti əsir götürdü. Xalq Daxili İşlər Komissarlığı 1940-cı ilin martında Stalinə məxfi sənəd təqdim etdi. Sənəddə polyak zabitlərin Sovet hakimiyyətinin düşməni olduğu və onların gələcəkdə müqavimət göstərə biləcəkləri qeyd olunurdu. Nəticədə Stalin edam qərarını təsdiqlədi. Məlumata görə edam üsulu sistemli idi. Bir güllə ilə vurularaq əvvəlcədən qazılan kütləvi məzarlıqlara meyitlər atılırdı. Öldürülən şəxslər isə Polşanın beyni hesab olunurdu. Polşa ordusunun zabit qrupu və ziyalılar çox millətli idi və onların arasında Ukraynalı, Belarus, Yahudilər də var idi. 1943-cü ildə Alman ordusu kütləvi məzarlıqları tapdı və dünyaya açıqladı. Stalin isə baş verənləri inkar edərək qırğını nasistlərin törətdiyini iddia etdi. Polşanın Londonda yerləşən mühacir hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinin tədqiqat aparmasını istəsə də, Moskva onlardan diplomatik münasibətlərin kəsilməsi haqqında qərar qəbul etdi. 1990-cı ildə isə Sovet rəhbərliyi rəsmi olaraq hadisəni Xalq Daxili İşlər Komissarlığının törətdiyini açıqladı. Aparılan araşdırmalar nəticəsində 2010-cu ildə Rusiya Polşa ilə münasibətlərini tarazlaşdırmaq üçün qətliamın əmrini Iosif Stalinin verdiyini etiraf etdi. Hitler Polonya üzerinden tabii ki Rusya'yı işgale kalkıştığı için bu noktada Polonya tekrar aynı şekilde o savaş güzergahının bütün çilelerini veya kayıplarını bir ülke olarak da yaşamış oldu. Rusya'nın nasıl bir ayak direyeceği, nasıl bir tehditle karşı karşıya olduğu ve Hitler tehdidine karşı kendisini savunmak üzere bu mücadeleyi vermek zorunda olduğu zemininde bu gerekçelendirmeleri de mutlaka yapacaktır. Rusya'nın ben bu tazminata yaklaşacağı kanaatinde değilim. Uluslararası yargıda da mutlaka bunun karşı argümanlarını sunarak kendisini savunacaktır diye düşünüyorum. Katın qətliamından başqa Polşa ərazilərində repressiyalar da həyata keçirildi. Yüz minlərlə polyak Sibir və Qazaxstana deportasiya edildi. Dövlət məmurları və zabitlər sistemli şəkildə güllələndi. 1944-1945-ci illər ərzində kütləvi qətillər baş verdi. Həbs edilənlər qulaq adlanan məcburi əmək düşərgələrinə göndərildi. Polşa bu məsələlərlə bağlı araşdırmalara başlasa da bəzi əngəllər var. Rusiya arxivlərinə çıxış əldə etmək mümkünsüzdür və bəzi sənədlər Sovet dövründə saxtalaşdırılıb, məhv edilib. Financial Times yazır ki, Varşavanın bu məsələni qabartmasında bir sıra nüanslar var. Polşa bu üsuldan Moskvanın Varşavaya qarşı apardığı dezinformasiya kampaniyasına etiraz eləyir. Rusiya Dövlət Dumasının MDB İşləri Komitəsinin rəhbəri Leonid Kalaşnikov bildirib ki, Moskvanın mümkün ödənişlər barədə Polşa ilə danışıqlar aparmaq niyyəti yoxdur. Kalaşnikov Rusiyanın bu məsələ ilə bağlı mövqeyinin sərt olacağını vurğulayıb. Rusiya Xarici İşlər Nazirliyi Polşa
Polşanın iddialarını rusofobiya adlandırıb. Varşava isə Moskvaya qarşı yeni planlar qurmaq üçün hərəkətə keçib. Hətta bura sərhədin minalanması məsələsi də daxil edilib.